Əgər bir dənə mömin dünyasında işə 40 dənə mömin də gələ onun cənazə namazında iştirak eləyə, deyə Allah rəhmət eləsin. Biz bu kişini yaxşı tanıyırdıq. Şəhadət verdik ki, bu yaxşı kişi idi. Allah onu behiştə aparar. Heç də hər kişinin işi deyil ha, Allah rəhmət eləsin. Sözünü qazanmaq özü üçün. Nə çox adamlar var, istəyiblər zorla Allah rəhmət eləsin dedizdirsinlər. Bəzən adam istəyir ki, pulla özünə rəhmət qazansın. Yox, pulla rəhmət olmur ki. Əksinə nə qədər çox adı çəkilir zalimin, deyirlər Allah lənət eləsin. Əksinə nə qədər çox reklam olunur zalim, deyirlər Allah lənət eləsin. Pulla, reklamla, tanışdıqla rəhmət qazanmaq olmur ki. Rəhmət bir şeydir ki, gərək onu rəhimlən alasan. Rəhim də Allahdır. Rəhmət deyənin qəlbinə salmalıdır ki, sən buna rəhmət deyinən. Əgər qəlbinə salmasa, dildə olan rəhmətlər müvəqqətidirlər. Dildə dedizdirilən rəhmətlər müvəqqətidirlər. Heç hələ bilmirsən də dili ilə də rəhmət deyir, ya lənət deyir. Elə deyil. Məclisdə məsələn çox adamlar görsən Fatihə bilmirlər. Neçəyəcən sayırlar ki, Fatihənin vaxtı keçsin. Məsələn 10-acan, 15-acan. 1, 2, 3, 4, 5. Yanındakı soruşur ki, sən bəlkə bilirdin Fatihəni. Deyir ki, yox, elə 15-acan sayıram, daha vaxtını tutmuşam. Molla orada qutarır.